Salam hörmətli izləyicilər, bugün sizlərə Xırdalan şəhərinin ən gözəl yerində Heydər Parkına, məhkəməyə yaxın, aşağı tərəfdə Günay Mərasim zalı, Kapital Bank və 1 nömrəli məktəbin əhatəsində yerləşən gözəl bir həyət evimizi çəkib sizlərə təqdim edirik. Gördüyünüz kimi evimizin önündə geniş belə stolumuzu qoyub çay içməyə imkanımız var. Evimiz tam təmirlidir, 3 otaqlıdır. Keçirik evin içərisi ilə sizləri tanış edin. Keç qardaş, zəhmət olmasa evin içərisini izləyicilərimizə təqdim edək. Evimiz tam təmirli və tam əşyalıdır. Mənzilimizin qonaq evimizin qonaq otağındayıq. Gördüyünüz kimi bütün əşyalarla təchiz olunub. Keçid alırıq. Yataq otağını sizlərə təqdim edim. Buyur qardaş, zəhmət olmasa izləyicilərimizə yataq otağını, birinci yataq otağını təqdim edək. Yataq otağını sizlərə təqdim etdikdən sonra davam edirik. Keçid alırıq, digər otaqları da sizlərə təqdim edim. İlk öncə buradan dəhlizdə bizi sanitar qovşağı qarşılayır. Sanitar qovşağın izləyicilərimizə təqdim edək, zəhmət olmasa. Və keçirik digər ikinci otağımıza. İkinci otağımızda təqdim edirik. Mənzilimizdə isitmə sistemi kombidir. Pəncərələrin hər birisində dəmir barmaqlıqlar mövcuddur. Keçid alırıq. Üçüncü otağımızı sizlərə təqdim edirik. Üçüncü otağımız və mətbəximiz. Ondan ötəri biz nə edirik? Bir mərtəbə aşağı düşürük və burada da yine geniş bir otağımız, oturmağa divanımız, mətbəx hissəmiz, soyuducumuz, paltar divanımız, hətta elektrik sobamıza qədər var. Evimiz çox gözəl evdir. Dediyim kimi evimiz ailəyə kiraya verilir. Evlə maraqlanmaq istəyən olsa, nömrəmiz səhifəmizdə mövcuddur. Sağ olun, salamat qalın.